Dövlətin təhlükəsizliyinin yüksək səviyyədə olması heç vaxt təsadüfən başa gəlmir və adətən bu təhlükəsizliyin təminatı açıq müstəvidə aparılmır. Tarix boyu sirr və məxfilik bəşəriyyət üçün xüsusi əhəmiyyət kəsb edib. Azərbaycanda isə bu missiyanı həyata keçirən əsas orqanlardan biri Dövlət Təhlükəsizliyi Xidmətidir. Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyət istiqamətlərinə əsasən bunlar daxildir. Dövlət təhlükəsizliyinin təmin edilməsi, konstitusiya quruluşunun və dövlət sirrinin qorunması, terrorçuluğa, radikalizm və ekstremizmə qarşı mübarizə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi, milli maraqlara qarşı yönəlmiş xarici və daxili təhdidlərin qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə, informasiya təhlükəsizliyinin təmin edilməsi. Hər bir ölkənin təhlükəsizliyi görünməyən cəbhədə qurulur. Bu cəbhədə uğur isə düzgün strategiya, dəqiq hesablanmış addımlar və yüksək peşəkarlıqdan keçir. İnformasiya isə burada ən güclü silahdır. Kim daha çox bilirsə, bir addım öndədir. Bu yol isə yeni deyil. Xalq Cumhuriyyəti dövründən başlanan təhlükəsizlik ənənəsi zamanın sınağından keçərək formalaşıb. Sonralar sistemdə əsaslı dönüş yaradılıb və milliləşdirmə siyasətinin təməli qoyulub. Dönüşün arxasında zərgər dəqiqliyi ilə həyata keçirilən əməliyyatlar və peşəkar məktəb dayanır. Bu məktəbin memarı isə Ulu Öndər Heydər Əliyevdir. Dövlətin təhlükəsizlik orqanı yaxud kəşfiyyat orqanı qalib gəlirsə ki, və öz vəzifəsini layiqincə yerinə yetirir ki, o vaxt ki, o orqanda peşəkar əhval-ruhiyyə olsun, peşəkar kadrlar olsun və peşəkar iş üslubu olsun. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev artıq dövlət təhlükəsizlik orqanlarına çox diqqətli artdırdı, qayğılar göstərdi və artıq dövlət təhlükəsizlik daha çox peşəkar bir baxış oldu. Onun qaldırdığı sütunlar içərisində iki sütun çox vacib idi, çox ciddi sütunlardır ki, bugün də həmin sütunların üzərində durur Respublikamızın təhlükəsizlik orqanları. Bu sütunların biri milliləşmə idi, orqanlarımızın milliləşdirilməsi. İkinci isə iş üslubunun dəyişdirilməsi. Onun rəhbərliyi ilə həyata keçirilən naturalist, duel, Akito, Alagöz kimi əməliyyatlar əks kəşfiyyatda iz qoyan nümunələrə çevrildi. Bu əməliyyatlar təkcə keçmişin uğuru deyil, bugün də öyrənilən və öyrədən təcrübədir. Bu siyasət sonradan müstəqil Azərbaycanın sabitliyinin əsas dayaqlarından birinə çevrildi. 44 günlük vətən müharibəsi və antiterror tədbirləri bir daha göstərdi ki, bu sahədəki fəaliyyət və əldə olunan uğurlu nəticə danılmazdı. Hansı ki, həmin fəaliyyətin arxasında illərlə davam edən səssiz və səbirli əməliyyatlar dayanır. Dövlətin siyasətində atılacaq addımların əsaslandırılması üçün lazım olan məlumatlar, materiallar Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yüksək səviyyədə bugün də həll edilir və dövlətimizin rəhbərliyinə təqdim edilir. Dövlət Təhlükəsizliyi Xidməti dünyadakı yeni çağırışlara da adekvatdır. Son illərdə keçirilən beynəlxalq forumlar bunun bariz nümunəsidir. Qlobal və regional təhlükəsizlik problemləri müzakirə edildi və qarşılıqlı əməkdaşlıq, qarşılıqlı razılıqlar əldə edildi, əməkdaşlıqlar formalaşdı və bugün də bir sıra ölkələrlə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlığı var və davam edir. Beləliklə, 107 illik şərəfli xidmət dövrünü geridə qoyan dövlət təhlükəsizliyi orqanları təkcə keçmişin zəngin təcrübəsinə əsaslanmır, həm də gələcəyin çağırışlarına hazırlıq imkanlarını özündə birləşdirir. Hər bir əməkdaşın vətənpərvərliyi və peşəkarlığı bu orqanların daha da uğur qazanması üçün əsas dayaqlardan biridir. Dövlətin sabitliyinə, təhlükəsizliyinə və inkişafına yönələn bu sadiq xidmət Azərbaycanın güclü, müstəqil dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Fidan Mahmudova, Fəzail Kəmalov, Zaur Hüseynov, Lalə Məmmədova, ASTV Xəbər.